Salam, mən bugün sizinlə maraqlı bir xəstə paylaşmaq istəyirəm. Əslində, qəfləti insanı öldürən səbəblərdən biri də ürəkdən çıxan aorta dediyimiz damarın anevrizma dediyimiz şar kimi şişməsidir. Ümumiyyətlə, biz qəfləti ölüm olan xəstələrdə hamısında nə üçünsə infarkt diaqnozu qoyuruq, amma bu damarın partlamağı nəticəsində də ölümlər çox olur ki, bunun da ən əsas səbəbi nəzarətsiz təzyiqdir. Mən bugün sizə bir xəstəmizi göstərəcəm. Yuxarıda şəklini də görürsünüz. Hər iki ayaq damarları, normalda bu damarlar 7-8 mm olması gərəkdiyi halda bu adamda bu damar 4 sm və gördüyünüz kisə şəklini almışdır. Və təzyiqin bir oynamağında və yaxud bir travma nəticəsində o bölgəyə bu damar çartlayıb və cırılıb bu xəstə itirilə bilərdi. Biz bugün bunu əməliyyatsız yolla bağladıq. İndi sizə bunu göstərəcəm. Əslində bu gördüyünüz sizə bəhs elədiyim o damar genişlənməsi budur. Normalda damar bu diametrdə olmalıdır. Bu böyük şar şəklində almışdır. Bu damarın aşağıdakı hissəsində yamaqlı stentlə örtürük. Sizə son halını göstərirəm. Artıq orada gördüyünüz o anevrizma yoxdur və bu xəstə qəfləti ölümdən, təzyiqin qalxdığı zamanı damarın cırılma ehtimalından qurtuldu. Onun üçün vaxtında müraciət edin, vaxtında yoxlanın.